Hə canım, mən səndən özümə maqnezim də istəyirəm. Hələ prosta biraz imkan dərəcəsində hələ istəmirəm. Başqa dərmanlarım da var, onu da içirəm də. Onlar qutarın avamını içirəm, bir də başqa bir dərman içirəm. Mən döşümdə problem var. Şiş var idi. Əslində həkim mənə demişdi ki, o müalicə eləyəcək, ancaq sadəcə orada o şiş qalacaq da. Ancaq başqa şeylər oyanmasın deyə. Mən bir kurs elə bir həkimin müalicəsini elədim. Sonra almadım davamını. Gəldim, əslində selinlə içməliydim də navamını. Qışda tez xəstələndiyimə görə navamını içdim. Navamını içəndən sonra döşümün birində mastopatiya var idi. Mastopatiyam ləğv olundu. Sonra da elə bil 18 milli idisə şişim. Gəldi 14 milliyə düşdü. Davamında 3 aydan bəri mən onu uzidə düşürəm də. Uzidə düşürəm, onun effektinə baxıram, görürəm nətər. Özü ki, davamını içmirəm. Ondan başqa da heç bir dərman qəbul eləmirəm. Sonra içdim navamını belə dalbadal yox da, harasa fasili ilə ağrım olanda içdim. 18 millidən düşdü hardasa 14 milli. Hal-hazırda